Ağstafa rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsində təmir işləri aparılır. Şöbədə elektrik və su xətləri yenilənir, yeni havalandırma qurğuları yerləşdirilir. Şöbənin əvvəlki ərazisi böyüdülərək xəstələrə ilkin tibbi yardım üçün əlavə otaqlarda inşa edilir. Şöbədə təmir işləri başa çatdıqdan sonra şöbənin son nəsil tibbi avadanlıqlar ilə təmin edilməsi də nəzərdə tutulub. Hazırda isə təcili tibbi yardım şöbəsində aparılan təmir işləri ilə əlaqədar Ağstafa rayon mərkəzi xəstəxanasında bir sıra çətinliklər yaranıb, şöbələrdə yer dəyişmələri olub. Belə ki, təcili tibbi yardım şöbəsi yoluxucu xəstəliklər şöbəsinə, yoluxucu xəstəliklər şöbəsi isə əvvəlki uşaq xəstəxanasının binasına yerləşdirilib. Bir neçə şöbə isə müvəqqəti olaraq doğum şöbəsində fəaliyyət göstərir. Bu barədə Ağstafa rayon mərkəzi xəstəxanası hüquqi şəxsin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fidan Tağıyeva məlumat verib. Yerli sakinlər isə təcili tibbi yardım şöbəsində aparılan təmir işlərinə görə təbibə və digər aidiyyatı qurumlara minnətdarlıqlarını bildiriblər. Hazırda Ağstafa rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsində cari təmir işləri həyata keçirilir. Əsas məqsəd şöbənin müasir standartlara uyğun olaraq yenidən qurulması, infrastrukturun yenilənməsi və əhaliyə daha keyfiyyətli tibbi xidmətin göstərilməsidir. Təbibimiz çox sağ olsun ki, Ağstafa balinsasını təmir elətdirir. Zərər yoxdur, çətinliyə dözərik, amma odur ki, lap qəşəng olsun balinsamız. Könül Kazımova, Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.